Tarixi mənbələrdən Azərbaycan və Şərqlə Qərb arasında yerləşən Naxçıvan bir çox tarixçilərin, salnaməçilərin əsərlərində özünə məxsus yer tutub. Şərqlə Qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı, tarixi şəxsiyyətləri ilə tanınıb, məşhurlaşıb, diqqət cəlb edib. Azərbaycan və Naxçıvan ərazisi bir də işıqlar, odlar yurdu kimi yaddaşlarda, tarixlərdə qalıb. İşıq, od, alov dedikdə o ümid, hərəkət verici, nizamlayıcı, bərabərləşdirmə, bölmə, hasilə gətirməklə həcm qədəri vermə, məsafələşdirmə, rəng bölgüsü, temperatur hədlərini bərabərləşdirmə, yaradıcı və s. anlamı daşıyıb. Naxçıvan ərazisində məskunlaşan ilk insanlar oturaq həyatı sürməklə işıq anlayışının yaradıcılığa ilkin başlanğıc olduğunu dərk ediblər. Ərazilərini və özlərini işıq daşıyıcıları olduqlarını anlayaraq, o yaradıcı işıq şərtlərini pozmadan qoruyurdular. Bu anlayış, bu davranış ərazisini və əhalini hifz etməklə yanaşı, onları elmə, yaradıcılığa, düşünməyə, düşündürməyə sövq edirdi. Bunlar ilkin səbəb daşıyıcısı olmaqla yanaşı, bir də xilas və xilas olmaq idi. Tarixlərdə Həzrəti Nuh dövrü tufanı var. Sonraki mərhələ Həzrəti Nuhun o ərazidən Gəmi-Qaya, Ağrı-Dağ arasında o ərazidə xilası və xilaskarlığı dövrü var. Çox qədim tarix iki mərhələyə bölünür. Həzrəti Nuh dövrü tufanına qədər olan mərhələ, mədəniyyətlər, Həzrəti Nuh dövrü tufanı və o mərhələdən sonraki dövr. Çox düşündürücü bir məqam ondan ibarətdir ki, yer kürəsi boyu baş vermiş o tufana səbəblər nə idi? Və o dəhşətli tufandan Həzrəti Nuh və o ərazidə məskunlaşan insanların xilas olmağına səbəb nə idi? Həzrəti Nuhun o tufandan xilaskarlığı eyni vaxtda o ərazi ilə xilası idi. Tarixlərdə, səmavi kitablarda bizə gəlib çatan Həzrəti Nuh tufanı xilaskarlığın yaddaş daşıyıcısı olmaqla çox önəmli tarixi bir faktdır. Tarixlərdən indiki dövrə qədər gəlib çatan o dəhşətli tufandan Naxçıvan ərazisi və əhalisi xilas oldular. Çünki o ərazidən tufana qədər də, tufan ərəfəsində də insanlar işığı, tengrini, tanrını çağırırdılar. Amma ən ağır bir mərhələ ondan ibarət idi ki, dalğaların hündürlüyü və səsi ilə yanaşı, qaralmış, tündləşmiş buludlardan aramsız yağan güclü yağış daha vahiməli, daha qorxulu idi. Günəşin görünməməsi belə bir təəssürat yaradırdı ki, xilas olmaq mümkünsüzdür. İnsanlar vahimə içərisində səmada günəş işığını, səmtini axtarırdılar. Ümid və xilas bir ərazi, bir də çökmüş qaranlıq arasında işığa idi. Çağırış bir tengri, bir də işığa idi. Tufan, aramsız yağan yağış, günlərin sayını itirmişdi. Səmanın tədricən işıqlanması, tufanla yağışın sakitləşməsi, xilas olmağa daha da böyük inam yaradırdı. İnsanların xilası qara qalın buludlar arasında günəşə, o işığa idi. Amma qara buludlardan dayanmayan, aramsız yağan yağış və su dalğaları arasında işığın olmaması daha da qorxulu, vahiməli idi. Bu son gün, son gecəyə bənzəyirdi. Tufan yağış tədricən sakitləşməyə başladıqca səmanın işıqlanması, buludların çəkilməsi, günəş işığının görünməsi böyük xilas ümidi gətirdi. Sonraki mərhələlərdə xilas olmuş o əhali daşqın vaxtı öz haray və səslərini yad edərək, günəşi tufanın dayanmasına yaddaş edərək, işığın görünməsindən başlanmasını şadlıqla, rəqslə yad edərək insanların xilası simvolu günəşi bildirər. Brülovun Pompeyin son gecəsi rəsm tablosunda insanın nə qədər ümidsizlik içərisində olduğu təsvir olunub. Həzrəti Nuh ailəsi ilə yanaşı xilas olan o insanlar yaddaşlarında daha dərin bir iz qoyan işıq çağırışı, günəş işığının çağırışı və o çağırışdan, o ərazidən xilas olmaları mühüm bir hadisəyə çevrildi. Sonraki mərhələlərdə işığı başlanğıc və xilas, Tanrı hifz edici, xilas edici kimi yaddaşlarda daha dərin köç saldı. Həzrəti Nuh ailəsi, o dövr insanlar
o ərazini, o coğrafiyanı, o xalqı, dili, o dövrü, o milliyyəti, o adətləri bəyan etməklə yanaşı, aparıcı bir funksiya daşımaqla xilas olmuş, o insanları kainata, elmlərə çağırmaqla bir daha insanlar kainatın və yaranışın bir parçası olduğunu və ayrılmaz olduğunu bəyanlaşdırdı. Həzrəti Nuh ailəsi və o dövr insanları tufan mərhələsində Gəmiqaya və Ağrıdağ arasında xilas ola bildilər. Tufana qədər o ərazinin coğrafi adlığı mövcud idi. Sonrakı tarixi mərhələlərdə bu ərazi Həzrəti Nuhun adı ilə bağlı olan bir çox yeni ad daşıyıcısına çevrildi.